Hər vaxtınız xeyir. Bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam saatlarında isə çiskin müşahidə olunacağı gözlənilir. Həmçinin bölgələrdə də bugün yağmursuz hava müşahidə olunacaq. Daha ətraflı məlumatı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun baş mütəxəssisi Leyla Mədətova çatdıracaq. Buyurun. Salam, hər vaxtınız xeyir. Bəli, bugün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimal olunur. Yanvarın 29-unda isə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gündüz saatlarında yağıntılar tədricən kəsiləcək, mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-10 dərəcə isti olacaq. Bugün bölgələrdə də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin yanvarın 28-i axşamdan 29-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi bölgələrdə yağıntıların qısa müddətli intensiv olacağı ehtimal olunur. 29-u gündüzdən artıq yağıntılar tədricən kəsiləcək. Yanvarın 30-unda əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu mərkəzi Aran rayonlarında 6-11 dərəcə isti, dağlarda isə 0-3 dərəcə aşağıda olacaq. Təşəkkürlər. Əlavə olaraq da bildirmək istəyirəm ki, bölgələrdəki əlverişsiz hava şəraitindən bağlı sürücülərə xəbərdarlıq edilib. Odur ki, ehtiyatlı olun. Hələlik bizim çatdıracaqlarımız bu qədər idi. Söz sizdədir.